Qurbanın anası gəlibdi. O da artıq görünür bu DNK'nın cavabının açılmasını istəyir. Ona görə gəlibdi ki, bugün Vəfa bu DNK'nın cavabını açmalıdır. Nə səslərdi o? Mən eşitmirəm səs. Hara getdi Vəfa? Görüşmeye gitti. Vəfanın mikrofonu yoxdur ki o. Qapını bağlayıb buraxmayıb. Mikrofonu verin anaya. Anasına verin mikrofonu. Qurbanın anasına verin mikrofonu. Deyin də, bəli də çatdırın ki, deyir ki, ana içəridə mənim otağımın qapısını bağlayıb. Allah sənə qurban ol. Ulan ana özün gəlmirsən. Birazdan bunlar məni buradan çıxaracaq. Verin mikrofonu verin anaya. Mikrofonu verin anaya. Oğlun gizlədib özü gəlib. Ay Vəfa niyə oynayır orada? Vəfa orada oynayır. Ay Allah mən har... Ay Vəfa. Bizim əməkdaşlarımız hardadır? Xahiş edirəm o qadına deyin bizim qapımızı açsın. Bu qapını niyə bağlayıbdır? Yox, mikrofonu ver danışsın da bu. Mikrofonu verin qadına. Niyə deyəmişəm Ya, ya? Onun uşağımızdan xəbərin yoxdur. Ay Nəfər baba. yəni yayda gəlsən gələdin ki, gəlib uşağımı görəcəm. İndi nə olub çəkib durmuş Ay baba, qıraqda? bir deyən görür. Niyə deyəməm? Niyə deyəməm Elçi ki? gedib alan adam orada oturub, ged onunla danış. Kim? Mən sənə elçi gəlmişəm. Yox, axır sənin oğlunla evə gətirmədi məni. Ay baba, sən oğlumu Sən almışsan. gələdin mənə dedin o uşağı istəmirəm. Ged işinlə məşğul ol. Nə işinlə Uşaq məşğul mənim ol? olsa mən aparacam uşağı. Nə? Sən uşaq verən var ki, uşaq sizin də. Sən niyə bura çağırmısan? Nə? Sən çağırmışam mən, Niyə uşağın gedirsən, atasını niyə çağırmışam. çağırmısan? Sən istəmirəm mən. Get tap dedi. Uşağın atasın. Sən gizlədmirsən də, nə? Yalansın, Allah Necə başını o başlasın. Tüzalən uşaqlarını da gizlədirsən, nə? Bunda da Sən gizlədirsən də, Allah, həmişə. doğrudan. İllər təndirxanada gizlədirsən. Tanrı, nə yazık, Hə, sənətdə niyə tanı- görüşüb Sənin görüşüb, oğlun mən- 6 dənə uşağı var, Ay bala. Ərtiqə bir nə Ay bala. Kimə deyirsiniz? 50 dənə var. 50 dənə Mən var. uşağım, mən oğlumu heç yerdə Niyə? gizlətməmişəm. Sən gizlədirsən də. Sən Allah doğrudan. E, o gün ucar dənə bilirəm ki, o gizlədir. Mənim yanımda 2 dənə uşağım var, oturur mən. 10-35 yaşı var, harda gəzir dolanır, Nə gedib olsun, dolanır. həmişə onun başını şey eləmirsən sən. Nə eləyirəm? Alimenti versən çıxarırsan çölə, alimenti versən çıxarırsan çölə. Sən Yaxşı eləyirəm. Hə, Nəvələrin belə sən alimentini eləyirsən də, ödəyirəm. nə böyüsənsən də sən eləyirsən. Neyə də, nə? məniyəm ki? Niyə eləməliyəm? Belə qaçır da, belə Mənim qaçır. üçün maraqlıdır. Məndən savaşmağa Ona da gəlmişsən. bax pul vermirsən. Yox, yox. Uşaq Yox, buraxmırsan məni. Məndən savaşmağa Mən gəlmişsən. almışam ki mən. Tanımıram səni. Sən evin işini görmüşəm mən. Az mən səni tanımıram. Mən nə tanımıram, sən evə gətirmədin məni oğlum. Hətta mən zəng gəlib demədin ki, uşağı götürdün. Mən bir dənə Oğluma bilmək dedim, oğlum istəyirəm mənlə ki, sənlə nənə öz savaşmadı. nəvəsini görmək istəyirmi? Gəl bura Vəfa. Vəfa sən gəl bura. Vəfa gəlsin bura. Vəfa bura gəlsin. Bizim əməkdaşlarımız yoxdurmu? Vəfa gəl bura. Vəfa gəl bura. Cavab versin. Məni eşidirmi xanım? Qurbanın anası məni eşidirmi? Arzu xanım məni eşidirsiniz? Arzu xanım məni eşidirsiniz? Eşidirəm, sizi eşidirəm. Arzu xanım ilk dəfədir bilmirəm, neçənci dəfədir bilmirəm. Mən istəyirəm ki, heç nə deməyin, sadəcə nəvənizi göndərirəm yanınıza. Bir dənə onu görün. Mən sizə dedim ki, keçən dəfədə müayinə olunandan sonra görəcəm. Əgər mənə verilsə, mənim olsa mən aparıb saxlayacam o uşağı. Yox, mən bilirəm, siz şərtiniz odur ki, uşaq Hə. sizin olarsa aparacaqsınız. Yox, o mənə niyə gəlib mənlə davaya gəlir ki, sən oğlumu gizlədimsən? Mən oğlumu niyə gizlədirəm? Oğlumu gizlətsəm özüm bura gəlmərəm bugün. Niyə gizlədirəm oğlumu mən? Yo, niyə gizlənir qurban o zaman? Oğlum da gizlənmir. Oğlum işdalıcan gedib. Yo, İşini həll oğlunuz edib gələcək. gizlənir. Arzu xanım, siz məni neçə illər izləyirsiniz, özünüz dediniz ki, məni sevirsiniz. Mən sizə deyirəm ki, qurban gizlənir. Niyə? Xoşqədəm xanım, mən sizə bir söz deyim də. Niyə gizlənir ki? Gizlənəndə bax polis gəlir deyir oğlumu gizlədirsən. Siz deyirsiniz oğlum, mən oğlumu niyə gizlədim ki?
Oğlum bu işi onsuz da tutub. İndi Vəfa mənə deyir, günah məndə görür. Mənsiz tutub. Oğlum bu işi mənsiz tutub. Ona bir dənə sual verir ki, keçən illər mən niyə yığıb deyirdim, mən nəvəmi görmək istəyirəm, gələcəm. Keçən il İndi niyə haçandı? gizlənib ki? Mən heç vaxt deyim, mən o uşaq doğulandan Sizin verilişin sonra Firuzədən Mən alıb Bircə var dəqiqə nömrəni. Kamerasız, xahiş edirəm, kamera falan getməsin ora. Arzu xanımın yanına Uşağın o şəklində uşaq- tutasa Yo, qoyublar. niyə şəklini? Əgər demirsən ki, bu uşaq qurbanındır, Ben bu nə əlbəttə ki- deməkdir? Gedib nənəsi görməlidir uşağı. Görsünlər, mən göstərmirəm, daha da istəyirəm bunlar bir yerdə Mən olsunlar. istəyirəm ki, sadəcə bizim əməkdaşlarımızdan biri də orada olsun, ancaq kamera getməsin. Nənə uşaqla görüşsün.